Çox asan və tez, rəngi gözəl, şəffaf, dağılmayan çiyələk mürəbbəsinin hazırlanması. İlk olaraq çiyələkləri təmizləyirik. Mürəbbənin gözəl olmasının sirlərindən biri də çiyələklərin bərk və eyni ölçüdə olmağıdır. Təmizlədiyimiz çiyələkləri yuyub suyunu süzürük. Sonra isə gözləyirik ki, suyu süzülüb qurusun. O sırada biz mürəbbəmizin şərbətini hazırlayırıq. 1 kiloqram təmizlənmiş çiyələk üçün 900 qram şəkər tozu və yarım stəkan, yəni 100 ml su götürürük. Qazı əvvəlcə astaq odda yandırırıq ki, şəkər tozumuz tam ərisin və şərbətimiz gözəl olsun. Şərbətimiz qaynamağa düşən kimi təmizlənmiş və qurudulmuş çiyələklərimizi bura əlavə edirik. Çiyələklər qaynayan şərbətə girən kimi dərhal özünü tutur və bişəndə əsla dağılmır. Ocağın dərəcəsini qaldırırıq, gür odda bişirməyə başlayırıq. İndi isə keçək mürəbbəmizin hazır olmağını necə yoxlayırıq. Mən mürəbbədən bir qaba əlavə edib, soyuyandan sonra qaşıqla xətt çəkirəm. Xətt əgər bağlanmasa, artıq mürəbbə hazırdır. Mürəbbənin köpüyünü də qaşıq-qaşıq bir-bir yığmağa ehtiyac yoxdur. Adi mətbəx salfetkasını mürəbbənin üzərinə qoyuruq və köpüklər salfetkaya çıxır, salfetkanı atırıq. Bu üsulla mürəbbənin şirəsi qazanda qalır, üzər də tərtəmiz, şəffaf olur. Artıq mürəbbəmiz hazırdır. Baxın, rəngi necə də gözəl, parlaq, yaqut kimidir. Çiyələklər də bütöv qalıb. Bu üsulla mürəbbə hazırlamaq həm asan, həm vaxta qənaət, həm də nəticə mükəmməldir. Əgər resepti bəyəndinizsə, videonu bəyənməyi və mənə dəstək üçün kanala abunə olmayı